dərdimiz budur ki, bunu danışaq. Biz duanın üzərindən danışdıq da. Bəli. Hə, dua gördünüz, bir dənə dua gör, nə qədər tərbiyəvi tərəfi var. Yəni adi bir dua deyəndə dua gedib Allahdan nəsə götürmək deyil. Duanın fəlsəfəsi budur. Duanın fəlsəfəsi budur ki, insanı Allaha yönəldir. Sıxıntı içində sənə öyrədir ki, də gəlib belə çağırmaq yox. Yalnız Allahı çağırmaq, Allahın dediklərinə qulaq asmaq, ondan sonra başa düşmək və bilmək. İndi burada rəvayətə ki, Peyğəmbərimiz buyurur, mən bunu bir dənə də söz, ariflərin sözünü deyəcəm. Peyğəmbərimiz Allahümme salli ala Muhammed və Muhammed İmam Sadiq əleyhissalamdan buyurur ki, du'yan nabiyyu ilə ta'amin. Peyğəmbərimiz bir gün yemək süfrəsinə çağırmışlar. Fələmmə dəxələ mənzilə rəculi, elə ki, bir kişinin evinə kişi çağırmışdı onu yeməyə, girdi onun evinə, nəzər elə dəcacətin fəvqə haitin, qad badət. Divarın üstündə bir toyuq gördü, o toyuq yumurtamışdı. Xülasəsi budur ki, toyuğun yumurtası düşür yerə, sınmır. Peyğəmbərimiz durur, təəccüblə baxır, kişi soruşur, mən vaxta görə istəmirəm bunu. Oxuyum həm tərcüməm, 2 qat vaxtımız getməsin. Deməli, sınmır, Peyğəmbərimiz təəccüb eləyir. Buyurur ki, o kişi deyir ki, ya Rəsulullah, nəyə təəccüb eləyirsən? Bu toyuğun yumurtasının sınmamağına, narahat olma, mənə heç vaxt başıma müsibət gəlmir. Yəni, mən çətini görməmişəm. Yəni, düşsün, sınsın, əlimdən geçsin. Belə deyir, Peyğəmbərimiz durur oradan sürətlə çıxır o həyətdən. Sürətlə çıxır, soruşur ki, bəs soruşurlar niyə? Deyir ki, Allahın nəzəri yoxdur orada. Görürsünüz, burada bəla versəydi ona, onun qəlbini Allaha yönəldəcəkdi. Çünki o insan elə bir hərəkətlər eləyir ki, Allah artıq onu buraxıb öz başına. Da onu istəmir ona ya, özünə yaxınlaşdırsın. Bəlanı da çəkib. Deməli, bəla nə olur? Allaha yaxınlaşma vasitəsi. Başqa sözlə desə, bəla olur nemət. Olur, olmur. Tam dərk eləyəndə nemət olur. Və başqa bir rəvayətdə mən oxuyum, bunu da suallara biraz əgər vaxtımız qalsın. Bəli, bir iki ilə mövzumuza uyğun suallar var inşallah. İmam Sadiq əleyhissalam ki, qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm yevmən li əshabihi. Öz səhabələrinə bir gün dedi ki, məl'unun kullu malin la yuzakkə. Bütün o mal, dövlət lənətlənib o halda ki, təskiyə olmur, paklanmır. Yəni paklanmayan mal dövlət Allahın lənətinə gəlib. Məl'unun kullu cəsədin la yuzakkə. Bütün cəsəd mal dövləti lənət və bütün cəsədlər əgər paklanmırsa məl'undur. Cəsəd paklanmırsa məl'undur. Vələv fi kulli 40 yevmən mərrətən. Hətta 40 gündən bir dəfə olsa belə paklansın bədənlər. İndi burada maraqlıdır ki, vaqilə ya Rəsulullah sallallahu aleyhi və alihi və səlləm. Əma zəkatul mal fəqad ərəfnaha. Bildi, malın zəkatı deyirsənsə, zəkat vermək. O zəkatı bildik ki, çıxardırıq da. Məsələn, 40 dənə qoyun varsa, onun biri, məsələn, 5 dənə inək. Bunların zəkatı var, gümüşün qız. Bunların zəkatı var, şəriətdə deyilib. Amma bunu bildi ki, bu təmizlənməsə lənətə gəlib, onda xeyir olmaz. Fəma zəkatul əcsad. Yaxşı, cisimlərin zəkatı nədir bəs? Cisimlərin zəkatı nədir? Fəqqalə. İndi burada bir dənə məsələ var, mən istəyirəm, bilmirəm, vaxtımız nə qədər var? Üstad, inşallah ki, tamaşaçılar bizi hüzürlü bilərlər, çünki çox maraqlı mövzudur həqiqətən. Elə davam ilə inşallah başqa vaxt verilişlərdə sualları cavablandırırıq. Burada cəsəd və yaxud cüssə, bir də bədən var, məfhumu var. Cəsəd və yaxud cüssə də deyirlər, bir bədənə işarədir, bir də bədən də deyirlər, amma bədənlə cəsədin, cüssənin fərqi var. Burada cəsədin bədəndən danışmır, cəsəddən danışır. Yəni, indi mən üstündən tez keçəcəm bunu, çünki danışsaq çox çəkəcəm, bu fəlsəfi irfanı bəhsdir. İnsan ruhu bədənin idarə edir. İnsan ruhu bədənin idarə edir. Və insan ruhu bədənin idarə eləyəndə ruh mücərrəddir, bədən maddidir. Mücərrəd ayrı bir həqiqətdir. Bədən maddi ayrı həqiqətdir. Bunların arasında uyğunluq yoxdur. Sinxiyyət deyirlər, uyğunluq yoxdur. Uyğunluq yoxdursa, bəs bunlar necə əlaqə tapır? Ruh bədəni necə idarə edir? Əgər bunlar bir-birinə uyğunluğu yoxdursa. Ümumiyyətlə, iki fəlsəfi olaraq, iki bir-birinə uyğunluq olmayan varlıq
bir-birinə əlaqə tapması üçün ortada bir dənə varlıq olmalıdır, vasitə olmalıdır. Bədən bu maddi bədəndir. Buna təbii bədən deyirlər. Bir dənə də bizim bədənimiz var, həqiqi bədən. Həqiqi bədən. Bir dənə də ruh var. Həmin ruh həqiqi bədən vasitəsilə təbii bədəni idarə edir. Bu fəlsəfədir. Ola bilsin, çünki fəlsəfi mövzularla məsələn digər mövzuların arasında fərq var da. Məsələn, fəlsəfi mövzular dərk olunması, təsəvvür olunması çox çətindir. Amma dərk olunan kimi isbat olunması asandır. Gəlir təbii mövzulara, təbii mövzular, yəni metafizik və fizik. Fiziki mövzuları isə dərk olunması asandır, isbat olunması çətindir. İndi biz fəlsəfi mövzudan danışırıq. Dərk olması çətindir, amma elə ki insan dərk elədi, Fəhm olsun. isbat olunması onun üçün asandır, çətin deyil. Onun üçün bu çətin dərk olunan məsələdir. Ruhla təbii bədən arasında bir dənə həqiqi bədən var. Onun çətinlik çəkməsi, onun indi gəlirik burada cəsədlərin paklanması, hətta 40 gündən bir. Soruşurlar ki, ləhum. Fəqalə ləhum. Soruşurlar ki, cəsədin paklanması nə deməkdir? Peyğəmbərimiz buyurur ki, Allahümmə salli alə Muhammed və alə Muhammed, ən tusabə bi afətin. Bir çətinlik, sıxıntı yaşasın insan. Paklanmaq odur. Fətəğəyyərət vucuhullezine semi'u zalika minhu. Onu eşidəndə üzləri də dəyişdi. Ağır gəldi. Bu bədənin, həmin o cəsədin təmizlənməsi ki, buyurdunuz bir sıxıntı lazımdır, bir bəla lazımdır. Biz onu hardan bilə bilərik ki, Allah tərəfindəndir o bəla, ki, yəni bizim o cəsədimizi təmizləmək və yaxud da ki, bir şeytanı deyim, bir özümüzün yaratdığımızdır. Yox, şeytan bəla verməz. Şeytan insanı qəflətə salar. Amma biz təbii ki, biz özümüz səbəb oluruq. Əgər biz Allahdan uzaqlaşırıqsa, Allah mərhəməti ilə bizi özünə yaxınlıq, səbəb biz olmuşuq, uzaqlaşan biz olmuşuq. Allah öz mərhəməti ilə bizə bir bəla verir ki, biz ona tərəf çevirək. Əgər bizim üzümüz həmişə Allaha tərəf olsa, biz bəla görməməliyik. Bəli, məqam artması üçün başqa bir şeydir. O da var. İnsan məqam, məsələn, peyğəmbərlər həmişə Allaha tərəf, üzləri Allaha tərəfdir. Yəni, Allah yadlarındadır. Zikr, qəlbi zikirləri həmişə var. Allahı unutmayıblar. Amma onların da bəlaları var. Onların bəlaları məqamlarının artması üçündür. Bu başqa bir mövzudur. Amma biz adi insanlardan danışırıq. Adi insanlar ki, Allahdan uzaqlaşır, bəzən unudur Allahı. Allah onlara əgər bəla verirsə, bilsinlər ki, Allah sevir. Ümumiyyətlə, burada bir dənə söz var. Deyir ki, çətinlik görməyən insan nigaran olsun özündən. Əgər həyatında bir çətinlik yaşamırsa çoxdandır, narahat olsun. Nə deməkdir bu? Tamamilə hamının düşündüyünün əksidir. Hər şey yaxşıdır. Yaxşı getsə sevinəcək, rahat olacaq. Amma çətinlik görməsə narahat olsun. Həqiqətən narahat olsun. Söz burada çətinliyin bir fərqi də yoxdur da. Yəni maddi olsun, mənəvi olsun, nə bilim övlad, ailə, maddi hər bir şey. Hər kəsin özünün, hər bir insanın fərdi olaraq tutumu var. Həmin tutuma uyğun bəla gəlir insana. Yəni o hansı bəladan ayıla bilər? Bəziləri rahatdan ayılmaz. Bəziləri xırdadan, məsələn, bizə görə rahat olur, ona görə o ağırdır. Məsələn, bəziləri ayağı daşa dəyməklə ayıla bilər, məsələn, amma bəzilərinin başına daş düşməklə. Bəli, bu yaxşı.